Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabıların üzerine olsun. Bakın, el-insanı muhtacun fakir. İnsan her zaman Allah'a mühtacdır ve üstəlik nədir? Fağırdır. Bununla beraber çoxlu günah edir. La ilahe illallah. Bəs bunun mühtaclığını, bu fağırlığını ne ile doldurulacaq? Yani onun əvəzi ne ile dolduracaq Allah Teala? Yani insan necə bağışlanması üçün? Subhanallah. Bir insanın fağırlığı ne ile qalxar? Tevhidlə. Eğer Allah tevhidlə yaxınlaşsan, Allah şərik qoşmasan, o mühtacı, fağırlığın, Allah neyniyər? Sənin fağırlığını doldurar, günahlarını silər. Eğer tevhidlə beraber istiğfar da varsa, estağfurullah deyirsənsə, tevhid əhlisən, Allah Teala səni bu dünyada xoşbəxt edəcək və səni əzabdan uzaq edəcək. Və la havlə və la quvvətə illə billah. Güc qüdrət sahibi yalnız nədir? Allah'tır. Ona görə nədir? Bax, belə olmalıdır. Tevhid hem dünya hem ahiret nimetidir. İxlas, ibadətlə Allah üçün etmək, tevhid insanın qəlbində olan bir ağacdır deyir. Ağacın budaqları nədir? Onun əməlləri və onun səmərəsi nədir? Gözəl həyat. Hem bu dünyada hem de ahirette. Cennetin nimetleri sonsuzdur, bitmezdi. Həmçinin tevhidin nimetleri de bitmezdi ki səni əbədi cənnətə aparır. Ama Allah şərik qoşmaq, yalan, riyakarlıq insanın qəlbində olan bir ağacdır. Onun budaqları ise nədir? Səmərəsi nədir? Meyvəsi nədir? Qorxu, qəm, kədər, qəlbin sıxıntılığı, qəlbində olan darlıq. Ahirette ise onun nəticəsi, səmərəsi nədir? Əlbəttə ki, əzab və zəhqum ağacı. Ona görə tevhid hər şeyi neydi? Açarıdır. Allah'ım sen bizim sonumuzu gözəl eylə, tevhiddə müvəffəq eylə. Amin.